Hər vaxtınız xeyir olsun Yeni TV-nin hörmətli izləyiciləri. Bu buraxılışımızda biz Azərbaycan və Türkiyə münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından, o cümlədən iki ölkənin hakim partiyasının, Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında əlaqələrin inkişafından danışacağıq. Studiyamızın qonağı isə Milli Məclisin deputatı Ramil Həsəndir. Ramil müəllim, xoş gəlmişsiniz. Hər vaxtınız xeyir. Ramil müəllim, hal-hazırda dünyada hökm sürən mövcud durum, mövcud mürəkkəb gərginlik fonunda Azərbaycan və Türkiyə münasibətlərinin əhəmiyyəti, xüsusilə tərəflər arasında imzalanan sənədlər elə Şuşa bəyannaməsinin özü və Azərbaycan Türkiyənin təşəbbüsü ilə regionda qlobal miqyasda reallaşan layihələrin əhəmiyyətini biz daha da anlamış oluruq. Elə bu baxımından hər iki dövlətin müttəfiqliyini və müttəfiqlik səviyyəsində tərəflər arasında münasibətlərin inkişafını necə qiymətləndirmək olar? Çox sağ olun, təşəkkür edirəm. Elə məhz bizim iki qardaş ölkə arasında cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi biz zaten könüllərdə, qəlblərdə müttəfiq idik və bu Şuşa bəyannaməsini imzalamaqla bunu rəsmi olaraq da kağıza köçürtmüş olduq və şübhəsiz ki, bu il 2022-ci il həm bilirsiniz ki, Azərbaycanda Şuşa ili prezidentimiz tərəfindən elan olunub, həm də biz artıq iyun ayında rəsmi müttəfiqlik münasibətlərimizin birinci il dönümünü, yəni bəyannamənin, Şuşa bəyannaməsinin birinci il dönümünü qeyd edəcəyik. Heç də təsadüfi deyil ki, elə rəsmi iştirak etmiş olduğumuz və yeni dönmüş olduğumuz Antalya Diplomatiya Forumunda da Azərbaycan nümayəndə heyəti geniş tərkibdə təmsil olunmuşdur və şübhəsiz ki, burada eyni zamanda Yeni Azərbaycan Partiyasının sədr müavini, mərkəzi aparatın rəhbəri hörmətli Tahir Budaqovun rəhbərliyi altında biz də iştirak etmişik. Bu da Türkiyə Cumhuriyyəti Dövlətinin müttəfiqlik münasibətlərinə nə qədər önəm verdiyini və qardaş Azərbaycanın bütün platformalarda ən yüksək səviyyədə dəstəklədiyi və imkan ola biləcək bütün layihələrə böyük bir tərkibdə dəvət etməkdə israrlı olduğunu və münasibətlərin inkişafı ilə bağlı özlərinə düşən bütün addımları ataraq töhfə verdiyini bariz nümunəsidir. Şübhəsiz ki, bu istiqamətdə Yeni Azərbaycan Partiyası və Ədalət və İnkişaf Partiyası AK Partiya arasındakı münasibətlər də xüsusi əhəmiyyət kəsb edir. Çünki məlum olduğu kimi hər iki partiyanın liderləri bilavasitə iki qardaş dövlətin siyasətini həyata keçirən rəhbərləridir, prezidentləridir və bu baxımdan da bizim iki tərəfli münasibətlərin inkişaf trayektoriyasında siyasi partiyalarımızın da mövcudiyyəti və var olan əlaqələri daha da gücləndirməklə bağlı xüsusi addımları heç də təsadüfi deyildir. Hakim partiyalar arasında münasibətlərin beynəlxalq platformada əhəmiyyətinin önəmini qeyd edərdiniz. Bilirsiniz ki, ümumiyyətlə sadəcə round table dediyimiz dəyirmi masa parlament diplomatiyası çərçivəsində deyil, ümumiyyətlə Antalya Diplomatiya Forumu mən izləyicilər üçün bildirim ki, bu ikinci böyük bir forumdur və 3500-dən artıq rəsmi qonağın, eyni zamanda 75 ölkə, 80 ölkənin nazirlər statusunda, 17 ölkənin dövlət və hökumət başçıları, 39 beynəlxalq təşkilat, millət vəkilləri, siyasi partiya liderlərinin və media mənsublarının, gənc liderlərin iştirak etmiş olduğu böyük, geniş yelpazəyə sahib olan böyük bir platformadır və diplomatiya, strateji münasibətlər, əlaqələr və şübhəsiz ünsiyyət qurmaq üçün mükəmməl bir imkandır ki, Türkiyə Xarici İşlər Nazirliyi bu istiqamətdə uğurlu addım atmışdır və Yeni Azərbaycan Partiyasının Ədalət və Qalkınma Partiyası ilə əlaqələri forum çərçivəsində də çox uğurlu şəkildə davam etdi deyə bilərəm. Niyə? Çünki biz elə məhz forum çərçivəsində hörmətli Tahir Budaqovun, partiyamızın sədr müavini, mərkəzi aparatın rəhbəri Tahir Budaqovun Ədalət və Qalkınma Partiyasının sədrinin birinci müavini, Türkiyənin keçmiş baş naziri Binəli Yıldırımla görüşü də bu baxımdan xüsusi əhəmiyyət kəsb etməkdədir və forum çərçivəsində keçirilən bu iki tərəfli rəsmi görüş həm Türkiyə mətbuatında, həm Azərbaycan mətbuatında geniş işıqlandırılmışdır və şübhəsiz ki, orada müzakirə olunan məsələlər də bilavasitə Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin ənənələrinin ruhuna uyğun iki qardaş dövlətin lideri cənab Prezident İlham Əliyev və cənab Prezident Rəcəb Tayyib Ərdoğanın var olan güclü qardaşlıq bağlarının ölkələrimiz arasında daha da sirayət etdirilməsi və bu istiqamətdə partiyalarımız daha hansı addımları ata bilər deyə müzakirə mövzusu olmuşdur ki, şübhəsiz ki, bu da çox əhəmiyyət kəsb etməkdədir. Həmçinin parlament diplomatiyası ilə bağlı da geniş formatda keçirilən dəyirmi masanın bir önəmini qeyd etmək olar ki, bu dəyirmi masada Türkiyə Respublikasının Xarici İşlər Nazirinin müavini Səlim Yavuz Kıran və Türkiyənin keçmiş baş naziri və dediyim kimi AK Partinin sədrinin birinci müavini
Binəli Yıldırım da xüsusi qonaq qismində iştirak etdi və orada hörmətli Tahir Budaqovun da xüsusi bir çıxışı olmuşdur və çıxışında da eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərinə değinməklə bərabər parlamentarilərin və ənənəvi diplomatiyanın bir-biri ilə ortaq bərabər fəaliyyət göstərə bilməsindən nə dərəcədə dünya və cəmiyyət üçün fayda ola biləcəyi ilə bağlı fikirlər ortaya qoyulmuşdur və bu forumun parlament diplomatiyası çərçivəsindəki dəyərli masasında Avropa Şurasının baş katibi, Parlament Assambleyasının baş katibindən ATƏT-in vitse-prezidentinə qədər, Avropa Birliyi rəsmi nümayəndələrinə qədər bir çox ölkələrin, Rumıniyanın, Fransanın və bir çox ölkələrin rəsmi nümayəndələri çoxşaxəli istiqamətdə öz fikirlərini ifadə edərək forumun nə dərəcədə önəmli olduğunu bir daha ortaya qoymuşlardır. Məsələn, Ramil müəllim, Azərbaycan və Türkiyənin dünyada münaqişələrin, o cümlədən hər hansı bir təhlükəsizlik məsələlərinin, münaqişəli proseslərin həlli ilə bağlı birgə göstərdiyi səyləri və bu qismdə vasitəçilik missiyalarını, vasitəçilik təşəbbüslərini necə dəyərləndirmək olar? Şübhəsiz çox yüksək dəyərləndirmə olmalıdır və belə də davam edir. Niyə? Çünki bilirsiniz ki, Türkiyə və Azərbaycan mövcud hal-hazırda dünyada ən ciddi narahatçılıq doğuran məsələ olan Ukrayna və Rusiya münaqişəsinin sülh yolu ilə, danışıqlar yolu ilə həll olunması istiqamətində belə desək, öz səylərini ciddi-cəhdlə ortaya qoymaqdadırlar və bir insanlıq dramının yaşanmaması və bu hadisənin bir an öncə sülh yolu ilə bitməsi ilə bağlı qardaş Türkiyə Cumhuriyyətinin prezidentinin və Azərbaycan prezidentinin xoş niyyətli fəaliyyətləri mövcuddur və bu baxımdan Azərbaycan prezidentinin 10 mart tarixində Türkiyəyə qısa müddətli işgüzar səfəri və qardaş ölkənin prezidenti ilə görüşü, eyni zamanda Antalya Diplomatiya Forumunda cənab Rəcəb Tayyib Ərdoğanla bilavasitə münaqişələrin çözülməsi ilə bağlı ölkəsinin vasitəçilik missiyasının həyata keçirməyə hazır olduğu ilə bağlı mesajlar verməsi və şübhəsiz ki, bu tip istiqamətdə atılan bütün addımlar və Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi hörmətli Hikmət Hacıyevin Azərbaycan, Rusiya və Ukrayna münaqişəsi ilə bağlı baş tuta biləcək danışıqlara ev sahibliyi etməyə hazırdır mesajını rəsmi olaraq ifadə etməsi də əslində Azərbaycan və Türkiyənin bir çox istiqamətlərdə olduğu kimi bu istiqamətdə də birgə addımlar attığını, dünyada barışın və sülhün, əmin-amanlığın təmin olunması ilə bağlı qətiyyət göstərdiyini və şübhəsiz ki, regionumuza və bölgəmizə sülhün, sabitliyin gələ bilməsi ilə bağlı əllərindən gələn etdiklərini də bir daha ortaya qoymaqdadır və mən əminəm ki, bu münasibətlər bizim qardaşlıq və müttəfiqlik münasibətlərimiz sadəcə bizim iki qardaş ölkənin münasibətlərinin inkişafına töhfə vermir, eyni zamanda dünya üçün də çox önəmli və sülhün, təhlükəsizliyin bərqərar olması üçün də əhəmiyyət daşımaqdadır. Bəli, elə burada istərdim ki, xüsusilə Azərbaycanın artıq 3 ildir ki, qoşulmama hərəkatını uğurla sədrlik etməsi də burada mühüm amillərdən biridir ki, dünyaya barış, sülh və təhlükəsizlik nümunəsi sərgiləyir. Elə bu baxımdan Azərbaycanın dünyada hökm sürən münaqişəli məsələlərdə rolunu qeyd edərdiniz və xüsusilə də 44 günlük Vətən müharibəsinin yaratdığı yeni reallıq fonunda ki, Azərbaycan artıq öz haqq-ədalət mübarizəsində qalib gələrək belə deyək də örnəyi dünyaya nümayiş etdirir, qalib ölkə olaraq. Bəli, əslində qalsa biz bir çox ölkələr üçün ilham qaynağı olduq. Bunu böyük bir fəxr hissi ilə qeyd etmək lazımdır. Azərbaycan əslində qalsa, cənab prezidentin də vuruladığı kimi BMT-nin 4 qətnaməsini özü yerinə yetirmək məcburiyyətində qaldı. Çünki cənab Ərdoğan da bunu vurğulayır, cənab prezidentimiz də bunu dəfələrlə vurğulayıb ki, BMT-nin çox təəssüf ki, indiki formatda olan strukturu belə desək, fəaliyyətsizdir və effektiv bir nəticə verəcək fəaliyyət həyata keçirmir və Təhlükəsizlik Şurasının 5 daimi üzvü ilə bağlı Türkiyə prezidentinin xüsusi mesajları vardır və qoşulmama hərəkatının son dövrdə daha aktiv fəaliyyət göstərməsi, BMT ilə inteqrasiya çərçivəsində münaqişələrin və bir çox, belə desək, müharibə ocaqlarının söndürülməsi istiqamətində, həmçinin qlobal bəla sayılan bir çox pandemiya kimi, belə desək, xəstəliklərə qarşı ortaq mübarizə və mücadilə çərçivəsində Azərbaycan prezidentinin qoşulmama hərəkatının fəaliyyətdə olan sədri kimi ortaya qoymuş olduğu mövqe və şübhəsiz ki, eyni zamanda 44 günlük vətən savaşı çərçivəsində biz yalnız və yalnız beynəlxalq hüquq norma və prinsiplərini əsas götürərək o çərçivədə torpaqlarımızı düşmən tapdağından azad etməyimiz, başqa ölkənin torpağında
əsla və əsla gözümüz olmaması, amma öz torpağımızda göz bəbəyimiz kimi qoruya biləcəyimiz və işğaldan azad edə biləcək cəsarətə sahib olmağımızla bağlı göstərmiş olduğumuz mövqe təqdirə şayandır və dünya ictimaiyyəti və beynəlxalq münasibətlər sistemində şübhəsiz ki, müsbət qarşılanmaqdadır və əlbəttə ki, bu da Azərbaycan prezidentinin lider kimi, bir artıq belə desək, regional deyil, qlobal bir lider kimi, daha güclü və qəbul edilir bir şəxs kimi dünya ictimaiyyəti tərəfindən müsbət formatda təqdim olunmasına da böyük bir şərait yaradır və şübhəsiz ki, Azərbaycan prezidenti inanılır, güvənilir və etibar edilə bilər bir lider xarakterinə sahib dünya beynəlxalq münasibətlər sistemində öz yerini artıq tutmuşdur. Və Azərbaycan və Türkiyə arasında imzalanan və münasibətləri müttəfiqlik səviyyəsinə qaldıran Şuşa bəyannaməsinin regional və qlobal arenada strateji imkanlarını necə qiymətləndirmək olar və elə bu baxımdan nə kimi perspektivlər vəd edir regionun inkişafına? Bilirsiniz, Azərbaycan prezidentinin altılı platforma deyə təklif etmiş olduğu regional inkişaf və regional sabitliyin, sülhün gəlməsi və Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycanın elə bir neçə gün bundan öncə ölkəmizin Xarici İşlər Nazirinin vurguladığı kimi 5 maddəlik təkliflər paketini Ermənistana göndərməsi də əslində Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik münasibətlərinin və bu istiqamətdə paralel olaraq qarşılıqlı məsləhətləşmələr və danışıqlar əsasında həyata keçirilən addımlarında bariz nümunəsidir. Bilirsiniz ki, Antalya Diplomatiya Forumunda ilk dəfə idi ki, Ermənistan Xarici İşlər Naziri Türkiyə Respublikasının dəvəti üzərinə qonaq qismində iştirak etdi və 2008-ci ildən bu günə qədər 14 il ərzində ilk dəfə idi ki, Türkiyə Xarici İşlər Naziri və Ermənistan Xarici İşlər Nazirləri iki tərəfli görüş keçirdilər. Orada hörmətli qardaş ölkəmizin Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu çox önəmli, Azərbaycan üçün də vacib əhəmiyyət daşıyan bir mövzuya toxundu və bilavasitə birbaşa erməni həmkarının üzünə mətbuat konferansında bunu vuruladı ki, biz Ermənistanı bir an öncə Azərbaycandan sülh müqaviləsi imzalamağa və Azərbaycanın təqdim etmiş olduğu xoş niyyətli bu maddələri qəbul etməyə çağırırıq. Bu, şübhəsiz ki, Ermənistanın daha sürətlə regionda inteqrasiya prosesinə qoşulmasına və Azərbaycan və Türkiyənin birlikdə həyata keçirmiş olduğu sabitlik və sülh üçün atdığı addımlara içərisində hər hansı formatdasa iştirak etməsinə şərait yarada bilər. Həmçinin cənab Mevlüt Çavuşoğlu vurguladı ki, biz Ermənistan-Türkiyə və Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı atılan addımların hər birisini Azərbaycan Respublikasının müvafiq qurumları ilə məsləhətləşərək həyata keçiririk. Bu da müttəfiqlik ənənəsinin rəsmi şəkildə, ən yüksək şəkildə fəaliyyət davam etməsinin və şübhəsiz ki, Azərbaycan və Türkiyənin milli maraqlarını uzlaşdıraraq, bir-birlərinə uyğunlaşdıraraq atmış olduğu addımları həm dünya ictimaiyyətinə bir mesaj olaraq təqdim edir, həm regional liderlərə və dövlətlərə təqdim edir və eyni zamanda bir şeyi də xüsusi vurğulayır ki, Azərbaycan və Türkiyə müttəfiq olmaqla birlikdə başqa ölkələrə qarşı hər hansı bir, belə desək, onlara zərər verəcək addımlar atmır, tam əksinə bölgəyə sülhün, barışın, əmin-amanlığın gəlməsi üçün birgə fəaliyyət göstərir. Əlbəttə ki, bizə qarşı zərər verəcək ünsürləri anında məhv etmək gücünə və qabiliyyətinə sahib olduğumuzu da əminəm ki, dəmir yumruğun vaxtı ilə 44 günlük zəfər savaşında düşmənin tarmal edib darmadağın eləməsi heç kəsin yadından çıxmayıb və əslində qalsa biz sülh əlimizi uzatmaqla, amma eyni zamanda gücümüzü və qüvvətimizi də müttəfiqlik ruhumuza uyğun olaraq saxlamaqdayıq. Bu da açıq və aydın şəkildə xoş niyyətli bir mesaj olaraq dünya ictimaiyyətinə təqdim olunur. Bəli, sülh əlimizi uzadırıq. O cümlədən regionda yaranan layihələrdən Ermənistanın da faydalanması üçün bir şərait yaradırıq. Elə burada Zəngəzur dəhlizi ilə bağlı məsələ öz önəmini bir daha masaya qoymuş olur və Ramil müəllim, bu yaxınlarda Azərbaycan və İran arasında anlaşma memorandumu imzalandı. Naxçıvan Muxtar Respublikası ilə Şərqi Zəngəzur iqtisadi rayonu arasında bir kommunikasiya bağlantıları yaradılır və bununla da artıq demək olar ki, Zəngəzur dəhlizi cənub istiqamətində daha da genişlənir. Və bu baxımdan Zəngəzur dəhlizinin elə yaxın perspektivdə əhəmiyyətini, önəmini necə qiymətləndirmək olar? Azərbaycan prezidenti çox uzaq görən və müdrik bir sözün həqiqi mənasında dövlət başçısıdır və cənab prezident İlham Əliyevin həyata keçirmiş olduğu taktiki xarici siyasətdə önəmli rol oynayan, strateji və siyasi münasibətlərin inkişafı ilə bağlı xüsusi töhfə verən bu addımı da şübhəsiz ki, İranın inteqrasiya prosesinə aktiv şəkildə qoşulması və İran-Azərbaycan, eyni zamanda İran-Azərbaycan və Türkiyə arasındakı münasibətlərin sürətli şəkildə daha da güclənməsinə böyük bir töhfə verəcəkdir.
Niyə? Çünki Şərqi Zəngəzurla Naxçıvan üzərindən iri miqyaslı layihələrin birləşdirilməsi siz də qəbul edərsiniz ki, sadəcə Naxçıvan Azərbaycanı birləşdirməyəcək. Bu eyni zamanda İranın iri miqyaslı Avropa və Asiya arasında, Şərq və Qərb arasında böyük daşıma layihələrinin, kommunikasiya proyektlərinin, eyni zamanda iri miqyaslı enerji layihələrinin həyata keçirilməsini İranın da proseslərdən kənarda qalmayacağını və bu prosesdə aktiv iştirak edərək böyük faydada, istiqamətdə hər tərəfli dividend qazanacağına da böyük şərait yaradır ki, Azərbaycan bununla bərabər əslində qalsa İran-Azərbaycan münasibətlərinin yeni bir mərhələyə keçməsinin də mükəmməl bir təməlini və təməlini ataraq töhfəsini vermişdir ki, mən əminəm ki, bu gələcəkdə region və bölgə üçün böyük bir dəstək verəcəkdir. Məhz altılı platformada deyilən əməkdaşlığın yeni bir mərhələsi də artıq İran və Azərbaycan arasında imzalanmış müqavilədən sonra başlamış oldu ki, əminəm ki, bura gələcəkdə əgər doğru düzgün Azərbaycanın sülh müqaviləsini imzalayacaqsa, Azərbaycanın təklifini sülh əlini uzadacaqsa, Ermənistan da qoşula biləcəkdir. Qoşula biləcək. Təşəkkür edirik Ramil müəllim, dəvətimizi qəbul edib studiyamıza gəldiyinizə görə. Belə dəyərli izləyicilərimiz, bizə ayrılan vaxt başa çatdı. Bir daha qeyd edim ki, studiyamızın qonağı Milli Məclisin deputatı Ramil Həsən idi. Sağ olun, salamat qalın.